Salam əziz bacı və qardaşlar, hamınızı görməyə şadam. Bildiyiniz kimi, qardaşımızın dözəyicə vəftiz olunub və mən bu münasibətlə onu ürəkdən təbrik edirəm. Və bugün elə vəftiz mövzusu haqqında danışmaq istəyirəm. Su vəftizi zamanı nə baş verir? Xidmətçi vəftiz olunana bir neçə suallar verir. Sonra insan suya batırılır və çıxır. Yəni, belə baxanda hər şey çox sadədir. Amma buna kəlam vasitəsilə baxsaq, bu sadə hərəkətlərin arxasında dərin ruhani həqiqətlərin olduğunu görərik. Gəlin biz birinci mətni oxuyaq. Romalılar 6-cı fəsil 3-4-cü ayələr. Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən, həmin vəftizlə onun ölümü ilə birləşdik. Deməli, vəftiz olunub onun ölümü ilə birləşməklə biz də onunla birgə dəfn olunduq. Belə ki, atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi, biz də həmin cür yeni həyat sürək. Paul vəftizi İsa Məsihin ölümü, dəfni və dirilməsi ilə əlaqələndirir. İnsan suya batırıldığı zaman biz dəfnin təsvirini görürük. O sudan qalxdığı zaman isə dirilmə və yeni həyatın təsvirini görürük. Amma bu yeni həyatı əlbəttə ki, su yaratmır. Yeni həyatı bizə Məsih verir. Yəni, əvvəlcə insan müjdə eşidir, sonra iman edir və tövbə edir. O, İsa Məsihi Rəbbi və xilaskarı kimi qəbul edir və yalnız bundan sonra vəftiz olunur. Biz bunu imanla vəftiz adlandırırıq. Yəni, su özü-özlüyündə insanın günahını yuya bilməz. İnsan suya quru günahkar kimi girib, oradan yaş günahkar kimi çıxa bilər. Yəni, əgər ürək dəyişməyibsə, sonu dəyişməyəcək. Çünki bizim problemimiz bədənimizdəki çirk deyil. Bizim problemimiz günahdır. Bizi günahdan təmizləyən də su deyil. Bizi günahdan İsa Məsih xilas edir. Yəni, burada məsələ suyun insanla sehirli şəkildə nəsə etməsində deyil. Məsələ Məsihin bizim üçün nələrin etdiyindədir. Məsih bizim günahlarımız üçün öldü. Məsih dirildi. Və insan da Məsihə iman vasitəsilə xilas olur. Efeslərə 2-ci fəsil 8-9-da yazılıb. Çünki iman vasitəsilə lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil. Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Amin. Biz xilası qazana bilmərik. Biz yaxşı həyatımızla xilasa layiq ola bilmərik. Və sadəcə suya girdiyimiz üçün də xilası əldə edə bilmərik. Xilas iman vasitəsilə Allah tərəfindən hədiyyə olaraq verilir. Yəni, insan Məsihə iman vasitəsilə xilas olur. Vəftiz isə Məsihin insan üçün etdiyinə insanın bir cavabıdır. Sadə bir nümunə gətirmək istəyirəm. Evlilik üzüyü özü-özlüyündə insanı evli edirmi? Yəni, özü-özlüyündə xeyr. Evlilik olmadan insan ən bahalı üzüyü alıb barmağına taxsa belə o subay qalır. Amma insan evləndikdən sonra barmağındakı üzük artıq həmin evliliyin göstərən bir əlamətdir. O, ətrafdakılara bununla deyir ki, mən başqa bir insana aidim. Mən ona sədaqət vədi ilə bağlıyam. Vəftiz də ruhani bir reallığın fiziki bəyan edilməsidir. İnsan demir ki, bugün su məni məsihçi edəcək. O deyir ki, mən Məsihə aidim və bugün bunu insanların qarşısında açıq şəkildə etiraf edirəm. Məhz buna görə vəftiz imandan sonra gəlməlidir.
Çünki səndə hələ olmayan iman haqqında şəhadət etmək mümkün deyil. Göyə qalxmazdan əvvəl Məsih şagirdlərinə dedi: "Beləliklə gedin, bütün millətləri mənim şagirdim edin. Onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin." Matta 28:19. Vəftiz insanlar tərəfindən yaradılmış bir insan ənənəsi deyil. Bu, İsa Məsihin əmridir. Və maraqlıdır ki, Məsih özü bizə itaət nümunəsini göstərdi. O, Yardan çayında vəftizçi Yahyanın yanına gələndə Yahya çox təəccübləndi və bunu anlamaq olar. Çünki Yahyanın yanına günahlı insanlar gəlirdilər. Onlar öz günahlarını etiraf edirdilər və tövbə vəftizini qəbul edirdilər. Amma indi Yahyanın qarşısında İsa Məsih dayanır. O, heç bir günah etməmişdi. Onun tövbə etməli olduğu heç nəyi yox idi. Və Matta 3-cü fəsil 14-15-ci ayələrdə biz Yahyanın reaksiyasını oxuyuruq. Yahya ona mane olmaq istəyərək dedi: "Sən məni vəftiz edəməlisən. Sən niyə mənim yanıma gəlirsən?" İsa ona cavab verdi: "Hələlik buna razı ol. Çünki biz salihlik işini beləcə yerinə yetirməliyik." Yəni, başqa sözlə desək, Atanın iradəsi belədir və mən onu yerinə yetirəcəm. Məsih günahdan təmizlənməyə ehtiyacı olduğu üçün vəftiz olunmur. O, Ataya itaət edərək vəftiz olunur. Birinci mətnimizdə oxuyuruq ki, belə ki, Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi, biz də həmin cür yeni həyat sürək. İnsan vəftizi düz başa düşüb düşmədiyini necə yoxlamaq olar? Əgər insan deyirsə, mən vəftiz olmaq istəyirəm, amma həyatımı dəyişmək istəmirəm, o vəftizin nə olduğunu tam anlamayır. Əgər insan deyirsə, mən vəftiz olmaq istəyirəm, amma Məsih mənim insanlarla münasibətlərimə, maddiyatıma, işimə, vərdişlərimə, sözlərimə və planlarıma qarışmamalıdır. Onda o ümumiyyətlə vəftizin nə demək olduğunu anlamayır. Çünki eyni zamanda mənim köhnə həyatım dəfn edildi və dərhal ardınca amma mən həmin həyatla yaşamağa davam etmək istəyirəm demək mümkün deyil. Çünki vəftiz bu yeni həyat haqqında. Əvvəllər əsas sual belə idi: mən nə istəyirəm? İndi isə Məsih nə istəyir? Əvvəllər günah həyatın adi bir hissəsi ola bilərdi. İndi isə imanlı yıxılanda belə artıq günahla barışıb onunla rahat yaşaya bilməz. Çünki o müqəddəs Məsihə aiddir. Gəlin ekranda ikinci mətnimizi oxuyaq. 1 Peter 3:21. Vəftiz cismani çirki yumaqdan ötürü deyil. Təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. Peter vəftizi təmiz vicdanla Allah qarşısında söz vermək adlandırır. Vəftiz olanda insan sanki deyir ki, ya Rəbb, sən məni xilas etdin, sən məni bağışladın. Məsih mənim günahlarım üçün öldü və mənim salih sayılmağım üçün dirildi. Mən sənin mərhəmətinə layiq deyildim. Mən onu yaxşı həyatımla qazanmadım. Sən mənə xilası lütflə verdin. İndi isə mən sənə aid olmaq istəyirəm. Mən sənə xidmət etmək istəyirəm. Mən sənin qarşında təmiz ürəklə və təmiz vicdanla yaşamaq istəyirəm. Və biz Rəbbə vicdanla yaşamağa söz vermirik ki, o bizi xilas etsin. Əksinə, biz vicdanla Rəbb üçün yaşamaq istəyirik, çünki o artıq bizi xilas edir. Ona görə də bu çox ciddi məsələdir. Çünki suya girmək asandır. Amma suda söz verdiyin həyata uyğun yaşamaq isə daha çətindir.
Bugün Məsih mənim Rəbbimdir demək, sabah bunu öz həyatınla sübut etməkdən daha asandır. Vəftizin həqiqi mənası yalnız məbəddə burada görünməyəcək. O, evdə görünəcək. İmanlardan heç kim səni görməyəndə. O, işdə görünəcək. İnsanlarla münasibətlərində görünəcək. Ailənlə necə danışdığında. Valideynlərinlə necə münasibət göstərdiyində. Bağışlamağı bacarıb bacarmadığında. Vəftiz məhz orada özünü göstərir. Bəzən insanlar öz vəftiz gününü xatırlayırlar. Amma vəftizin mənasını unudurlar. Demək olar ki, mən 20 il əvvəl vəftiz olmuş. Yaxşı. Bəs 20 il əvvəl etiraf etdiyin Rəbb üçün bugün də yaşayırsanmı? Hər bir məsihçi üçün öz vəftiz gününü xatırlamaq vacibdir. Amma əsas odur ki, ürəyimiz həmin gün olduğu qədər Rəbbə sadiq qalmağa davam etsin. Yəni, bu yalnız təzə vəftiz olunan qardaşa aid deyil. Bu, bütün məbədə aiddir. Qardaşlar və bacılar, gəlin öz vəftiz günümüzü xatırlayaq. Özünüzü xatırlayın. Suya necə həyəcanla girdiyinizi xatırlayın. Duanızı xatırlayın. O sevincinizi xatırlayın. Rəbbə xidmət etməyi necə arzuladığınızı xatırlayın. Bəlkə o zaman düşünürdünüz ki, ya Rəbb, bütün həyatım sənindir. İndi isə o bilər 5 il keçib, 10 il ya 20 il keçib və ortaya bir sual çıxır. O həsr olunmaya nə oldu? Məsihçilik sadəcə bir vərdişə çevrilmədir. Yəni, bazar günü toplantı, tanış ilahilər, tanış insanlar, tanış vəzlər, hər şey doğrudur, hər şey adiləşib. Amma ürək əvvəlki kimi yanırmı? Rəbb bugün hamımızdan soruşur. Bəs sən öz vədini xatırlayırsanmı? Yenilənmiş həyat sürürsənmi? Həyatımıza yenidən baxıb demək lazım. Ya Rəbb, mən həmin gün sənə sadiq olmaq istədiyim kimi, indi də sənə sadiq olmaq istəyirəm. Düzdür, vəftizdən sonra da insanın ruhani mübarizəsi davam edəcək. Biz hamımız həmişə Allahın lütfüne möhtacıq. Yıxılmalar da olacaq. Amma Məsihin ardınca gedən və yolda bəzən yıxılan insanla və ümumiyyətlə Məsihin ardınca getməyən insan arasında böyük fərq var. İmanlı yıxıla bilər, amma o qalxır, o tövbə edir və yoluna davam edir. Çünki onun həyatının istiqaməti dəyişib və o Məsihə aiddir. Vəftiz günü biz deyirik, mən Məsihə aidim. Amma sabah bu sözləri həyatımızla təsdiq etməli olacaq. Bir gündə, bir ildən sonra da, 10 ildən sonra da. Ola bilsin ki, bugün sənə elə gəlir ki, sən heç vaxt Rəbbə qarşı soymayacaqsın. Amma həyat müxtəlif olur. Sevincli günlər də olacaq, çətin günlər də olacaq. Elə dualar olacaq ki, Rəbb onlara məhz sənin istədiyin kimi cavab verəcək. Amma elə dualar da olacaq ki, onlardan sonra uzun müddət Rəbb niyə sustuğunu anlamayacaqsın. Qələbələr də olacaq, sınaqlar da olacaq. Ola bilsin ki, hətta bəzi imanlılara görə məyus olacaqsın. Amma unutma ki, sən insanlara vəftiz olunmadın. Sən Məsihin ardınca getdin. Yəni, imanını yalnız insanlar üzərində qurma. Hətta məsihçilər belə səni məyus edə bilərlər. Xidmətçi də səhv edə bilər. Qardaş səni anlamaya bilər. Bacı artıq söz deyə bilər. Amma Məsih həmişə
Məsih olaraq qalır. O sənin üçün öldü. O dirildi. O səni xilas etdi. Əgər bir gün sənə çətin olsa, yalnız girdiyin o suyu xatırlama. Ora kimin xatirinə girdiyini, yəni Məsihi xatırla. Bir vacib məqamı da qeyd etmək istəyirəm. Həvarilərin işləri 2:41-də oxuyuruq. Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün 3000 nəfərə yaxın insan imanlılara qoşuldu. Peterin vəftizindən sonra 3000 yaxın adam İsa Məsihi qəbul etdi və onlar vəftiz oldular. Və yazılıb ki, onlar digər imanlılara qoşuldular, yəni məbədə qoşuldular. Vəftiz yalnız insanın Rəblə şəxsi münasibətləri ilə deyil, həm də məbədin həyatı ilə də bağlıdır. İmanla vəftiz olunan kəs imanlılar ailəsinin bir hissəsinə çevrilir. Vəftiz olunduqda sən məbədin üzvü olursan. Çünki Məsih bizi tək başına məsihçi olmağa çağırmır. Bizə qardaşlar və bacılar lazımdır. Bizə kəlam, dua və nəsihət lazımdır. Bəzən bizi dəstəkləyəcək birinə ehtiyacımız var. Bəzən isə bizə məhəbbətlə, qardaş sən düzgün istiqamətdə getmirsən deyəcək birinə ehtiyac var. Buna görə vəftiz günü məsuliyyət yalnız vəftiz olunan insan öz üzərinə götürmür. Burada məbədin də məsuliyyəti var. Vəftizdən sonra insanın əlini sıxmaq, onu qucaqlamaq və təbrik edirik demək yaxşıdır. Amma bu kifayət deyil. Ona bundan sonra da yoluna davam etməkdə kömək etmək lazım. Çünki kiməsə ruhani rəhbər lazım, kiməsə dost, kiməsə kəlamı daha dərindən anlamaqda və ya xidmətdə öz yerini tapmaqda kömək etmək lazım. Bəzənsə sadəcə zəng edib demək kifayətdir ki, necəsən, ruhani həyatın necədir, sənin üçün dua edə bilərəmmi? Çünki məbəd bir ailədir. Və bu ailəyə bütün məbəd üzvləri daxildir. Buna görə insan sudan çıxıb, bundan sonra tək getmir. O sudan çıxır ki, məbəd ilə birlikdə yenilənmiş həyatda getsin. Və ilk növbədə sözüm təzə vəftiz olmuş qardaşadır. Məsih haqqında həmişə düşün. Onun səni haradan götürdüyünü xatırla. Onun səni nələri bağışladığını xatırla. Onun sənə nə qədər mərhəmət göstərdiyini xatırla. Sən bunun əvəzini heç nə ödəyə bilməzsən. O bunu sənə hədiyyə etdi. Rəbbə bir daha de ki, ya Rəbb, mən səninlə yenilənmiş həyatda yerimək istəyirəm. Və həmişə bu sözlərlə yaşa. Bir gün yox, bir həftə yox. Sınaqlar olana qədər yox. Bütün ömrün boyu Məsihin ardınca get. İndi çoxdan vəftiz olmuş insanlara müraciət etmək istəyirəm. Bu vəftiz öz vəftizimizi xatırlamaq üçün yaxşı fürsətdir. Bəlkə 5 il keçib, bəlkə 20 il. Amma məsələ neçə il əvvəl vəftiz olmağımızda deyil. Məsələ odur ki, bugün Məsihə nə qədər yaxın yaşayırsan. O həsr olunmanı xatırlayırsanmı? O sevinci xatırlayırsanmı? Rəbbə xidmət etmək istədiyini xatırlayırsanmı? Biz öz vəftiz günümüzü xatırlamalıyıq. Və ürəyimiz həmin gün olduğu kimi Rəbbə sadiq qalmağa davam etməlidir. Və biz yenilənməliyik. Bəlkə də demək lazımdır ki, ya Rəbb, məni bağışla. Mən soyudum. Mən qayğıların dalınca getdim.
Amma mən sənin ardınca getmək istəyirəm. Hamımız vəftiz zamanı verdiyimiz qərarı xatırlamalıyıq. Mən İsa Məsihə aidəm və yenilənmiş həyatla yaşayacağam. Və qoy həmişə belə olsun. İllər sonra da, hər şey yaxşı olanda da, çətin olanda da, ta o günə qədər ki, bir gün yer üzündəki yolumuz başa çatacaq. Və vəftiz günündə insanların qarşısında etiraf etdiyimiz Məsihi üz-üzə görəndə. Qoy bugün hamımız üçün qardaşımız mahnıda oxuduğu kimi şəhadətimizi xatırladığımız bir gün olsun. Məsih mənim üçün öldü. Məsih dirildi. Məsih məni xilas etdi. Mən ona aidəm. Və mən onunla yenilənmiş həyatda yeriyəcəyəm. Amin.